imamın insanlara və bizlərə ehtiyacı yoxdur. Bizlərin və insanların imama ehtiyacı var. Və sizlər nə qədər də çalışsanız, öz batil sözlərinizlə Allahın nurunu söndürə bilməyəcəksiniz. Sizdən öncə sizin ata-babalarınız necə ki Muhammed peyğəmbərlə bacara bilmədilər, necə ki İmam Əli əleyhissalamla bacara bilmədilər, necə ki İmam Hüseyin əleyhissalamla bacara bilmədilər, eynən də İmam Əhməd əl-Həsən əleyhissalamla bacara bilməyəcəklər. Eynən də Əbu Sadiq Abdullah Haşim əleyhissalamla da bacara bilməyəcəklər. Əksinə, vaxt gələcək, tarix sizlərin adını qeyd belə eləməyəcək. Tarixdə sizin adınız qalmayacaq. Tarix Muhammed və Ali Muhammedin qaimi Əbu Sadiq Abdullah Haşim əleyhissalamla danışacaq. Və insanlar baxıb deyəcəklər ki, gör o zamanda yaşayıb cənnəti qarantili eləyə bilməyənlər, Muhammed və Ali Muhammedin qaiminə beyət eləyə bilməyən kəslər necə düşüncəsiz insanlar olublar, necə haqqı görə bilməyən insanlar olublar.